Papam həm şəkər xəstəsidir, ürək xəstəsidir, qaraciyər, böyrək, ayağında barmağı kəsilib. Yəni çoxdur da. Drenajla çəkiblər suyu, xeyir, drenajla çəkməyiblər. Rəşad doktor harda işləyir? Gömrük hospitalında dostlar. Rəşad Mahmudov. Abbasəli, bəli. Abbasəli artıq diaqnostikadan Bonadiyaya keçid eləyib. Bonadiya da bizdən uzaqdadır, biz Xırdalanda qalırıq. Mamamgildə biz də Xırdalanda qalırıq. Abbasəli doktor diaqnostikadaydı 20 yanvarda və indi Bonadiyaya köçdü. Qaraqaraydadır deyəsən Bonadiya. O da bizdən uzaqdadır deyə papamgil yol gedə bilmir deyə çox da artıq getmə gəlmə problem olur. Rəşad Mahmudov Astaralıdır, bəli, yerlimizdir, yoldaşımın yerlisidir, uzaqdan qohumluğumuz da çatır. Sadəcə olaraq onun qəbuluna düşmək çox çətin idi. Ona görə də gec oldu, amma güc oldu. Dodağımda dolğu yoxdur, öz dodağımda. Elə Məhəmməd Zeynəb, elə onun üstündə biz bu dəqiqə iş aparırıq, aparat qoyulsun deyə. Aparat qoymaq üçün o MRT olunanda bilirsiniz də orada uzanmalıdır. Papamın da ucu bədəninə su gəlibdi deyə orada uzana bilmir, nəfəsi çatmır, danışa bilmir, öskürür, boğulma verir. Orada da 15-20 dəqiqə heç nəsiz bir düppərəmdə uzanmalıdır. Rəşad doktor da dedi ki, onun bədənindən suyu azaltmalıyıq ki, o uzananda nəfəs ala bilsin. Çünki 15-20 dəqiqə MRT olunması üçün orada uzanmalıdır. Başa düşdünüz? Ona görə də indi tam sabit uzanması üçün, bəli, tam sabit qalmalıdır belə yerində, tərpənməmək şərti ilə. Ona görə də onu müalicə edirik ki, orada uzana bilsin. Və bizdə orada ürək MRT olunmalıdır ki, Rəşad doktor deyir ki, ürək MRT olunsun, bilim ki, artıq onu ürəyinə aparat qoymaq olar, yoxsa olmaz. Narkoz nə danışırsınız dostlar? Atama narkoz olar, çox ağırdır o. Atam biznesmen olub dost. Biznesmen deyəndə ki, biznes işi ilə məşğul olub da. Un biznesi ilə məşğul olub, indi artıq o gücü yoxdur. Barmağı 3 il zad olar, 3-4 il olar ayaq barmağının çilə barmağı kəsilib. Su ürəyinə görə artıq yığılıb. Mahmudov Rəşaddır. Allah şəfa versin, təşəkkür edirəm. Çox sağ olun, var olasınız. Rəşad Mahmudov əvvəl Neftçilərdə şöbə müdürü işləyib, mükəmməl ürək cərrahı. Bəli, deputat, bəli, Astaran deputatı. Burnum əməliyyatdır, öz burnumdur. Allah hər kəsin şəfasını versin. Diabetdir, bəli, şəkər xəstəsidir. Nerbusikdən almışam dostlar dəstimi. Rəşadın qəbuluna o qədər çətinliklə düşdük biz dostlar. İnanırsınız dedik, mən yalvar yaxar eləmişəm ki, nə olar mənə qəbul eləyin. 2 saat belə vaxtla mənə zəng elədilər ki, gəlin 2 saata biz hazırlaşıb tez qaçıb getmişik ora. Yoldaşım özünün biznesi var. Çox təşəkkür edirəm. Özündə qalıram Xırdalını. Çox təşəkkür edirəm gözəl sözləriniz üçün. Çox razıyam bu əməliyyatımdan. Qəşəng olunub dostlar. Çox razıyam. Rəşad yox, ürək, Anar Əmrahı aparın. Anar Əmrahı da çox deyirlər. Amin Allah. Allah hər kəsi sevindirsin. Neyinirsiniz yoldaşımın biznesini? Əslində gecikdirməmişik, hər dəfəsində eləyirik dostlar. Birdən-birə oldu, nə oldusa. Bu xalqımı Famil doktor eləyib. Seymur doktorda olub papamgil. Ege hospitalda Seymur doktorun yanında olub. Mən burada nə danışıram? Siz mənim yoldaşımın biznesindən danışırsınız. Tırla məşğuldur, tır işi ilə. Anar Əmrah. Anar Əmrahla yan-yana hələ deyəsən qapıdadılar, səhv eləmirəmsə.
Çox həyəcanlı danışırsan. Hə, dostlar, çox həyəcanlıyam. Bir dənə inşallah yaxşı olsun. Famil doktor şeydə işləyir deyəsən hal-hazırda. Ay Allah. Babəkdə bir dənə var. Balnisa, mən də orada uşaqlarımı orada dünyaya gətirmişəm. Bu Xalqlar Dostluğunda bir dənə yer var. Səbinə Mirzayeva vardı. Rəhmətli ginekologun balnisası. Medical Plaza. Medical Plaza, hə. Orada işləyir. Baku Medical'da işləyir Famil doktor. Buna deyədə gidib dostlar, mamam giri Azərbaycandakı bütün xəstəxanaları saymışıq. Allah haqqı. Yazıq kişi özü də bezib. Vallahi bezib. Baxın dırnaqlarıma. SS alım. Yazıq kişi özü də bezib edir. Canım ağrıyır. Mən də sizləri çox sevirəm. Ekranı bəyənək, takip istəyək, kim göndərməyibsə takip istəyək də göndərək, zəhmət olmasa. Atam üçün danışıram. Bir də daha nə olub? Bayaqdan danışıram. Siz gec gəlmişsiniz. Vallahi bayaqdan bir saatda onun müzakirəsini aparırıq. Papamla danışırıq, xəstəliyindən danışırıq. Sigaret çəkir, bəli, heç dayanır ki bu insan, dayanır ki. Deyirəm ki, baba, həkimlər deyib ki, sigaret çəkmək sənə olmaz, dayandır. İnsan nə qədər sigaret çəkir? İnsan nə qədər sigaret çəkir? Deyirəm, baba, bu səni ölümə aparır, sən neyinirsən axı, görsən başına nə hadisələr gəlir, nə olar? Bir yaşı var papanın. Ay Sübhan, qurban olum, sən nəyibə lazım ki, mənim nəyimdir? Hələ onu copy-paste edirsən, bayaqdan göndərirsən. Copy-paste edirsən, bayaqdan göndərirsən. Falan kəs sən nəyindi, sənə oxşuyur. Kaş sənin kimi gəlinim olacaq. Hər dəfəsində onsuz da qaynanam mən o sözü deyir. Mən gəlinim, Allahdan deyir, istəyirdim ki, sən kimi gəlinim olsun, elə sən kimi də gəlinim olsun. İçki əvvəllər içib, indi yox. Mahmudovdur, Gömrük Hospitalında işləyir. Effekt yox, halal olsun. Qız da çox maraqlıdır. Belə, siz məndə maraqlıdır. Bayaqdan gələnlər yazılar ki, effekt yoxdur. Bəyəm hamı effekt qoyur ki, üzünə. Emil yata-yatıb bəylərdir, bəli. Hə, Mircəlal doktorun yanında, Mircəlal doktordur yan-yana, Rəşad doktorla. Mən də deyirəm ki, Anar Əmrah. Yox, Mircəlal'la yan-yanadır, ürək köçürtmə əməliyyatı eləyən. Baxın dırnaqlarıma. Niyə görə belə bəli, məndə effekt falan yoxdur, qızdır. Üzümdə nə varsa hamısı ortadadır. Bunu dizişdirmişəm. Burada çoxdandır. Burada belə nə xaldı, nədir bu qalıb belə eləyəndə belə olur, belə olundu, belə qızarır. Sonra buramda, yəni pürüşdətmə zat heç nə verməmişim. 10 ayındayam, qurban olum sizə. Göz ətrafında əslində qaralma yoxdur məndə. Burada belə düşür. Baxın, belə eləyim. Baxın. Yoxsa var. Var, hə, dostlar. Bəlkə də yorğunçuluqdan deyil, ona bilən. Qaralma deyil, saralmadır. Bax, indi fikir verirəm bu hissələrdə. Var, hə, azdır amma. Çox deyil, azdır. Kölgədir, hə. Belə eləyim, bax. Belə var sizcə? Edirsən, bu zınqırovun səsindən beynimi apar. Var, yoxdur. Bir yazıb mətin zəhləm getmiş. Təşəkkür edirəm. Nə bilim, bir yazıb mətin zəhləm getmiş. Həyatım da gəldi. Bir yazıb var, bir yazıb yoxdur. Gəl həyatım, gəl izləyicilərim də salam ver də sonra get. Səni görmürəm, gəl. Haradaydın? Salam desin. Gəl. Otur. Niyə oturmuşsun ki? Salam, mənə kimi sübəs eşdi. Haradaydın? Uduzdun. Uduzdur. Ya Allah haqqı. Ayda nə gözləmirəm axı sən uduzarsan. Yekə oğlansan, bəsdir də adını batırırsan. Uduzmağı bacararsan, amma asan bir şeylərdə. Asan bir şeylərdə uduzarsan, hə, asan da uduz yaxşı. Çətinlər də uduz. İti hardan almışsınız? Çox təşəkkür edirəm. Futbola gedib uduzub gəlib üstümə.
Gedir veçdə mənə biabır eləyir, gəlir. Oğlumu aparanda bəylərə aparır futbola. Gedir bəylər oturur, pərəstiş edir. Ata, ata, ata. Gedir uduzur, gəlir. Uşaq da bil, məmə, ata uduzdu. Deyirəm ki, əşi, heç nə olmaz. Hələ belə oyunda da məşqə gedir. Belli uduzdu baba. Oynaya bilmir. Sən ərun deyir, oynaya bilmir. Veçin deyir, qol buraxır. Bir dənə görəsiz onun danışmağında bəylər uşaq travma yaşayır, gəlir. Qurana ki, uşaq bir gün özünə gəlmir ki, atası futbolda uduzanda deyirəm uşağı aparma. Teşekkür ederim, çok sağ olun. Ekranı beğenmeyi, zəhmət olmasa 500k eləyə canlımızı. Kim takip istəyə göndərmirsə, takip istəyə də göndərək. Atam 12-ci mərtəbədə qalır, biz 10-cu mərtəbədə qalırıq. Tedi, Emil deyir ki, sən zınqırovların səhərə qədər qoymur bizi yatmağa həyatım. Sən üçün mən bir dənə zınqırov almışam, zünk eləyir. Allah haqqı, mən də yata bilmirəm sən zınqırovun əlindən. Gəlirsən özü yatırsan ayağımın altında, icazə də vermirsən ki, bir rahat olaq. Gəlsən qucuma. Aha, gəlir. Göstərin sizə Tedini. Görən... Göstərin Tedini. Ay can. Nədir həyatım? Gəlsən qucuma. Deyirəm, gəlsən qucuma, hoppanır. Gəlsən qucuma. Sən çağırı qədər eləmə. Eləmə, ayıbdır. Ay başdı da. Ay başdı da. Neydi dene? Niye minnosun diye bu mənim qızlar. Qızlar, niye minnosun diye qızlar. Niye minnosun diye çıkılı falan diye bu mənim. Baxın, görün elə ağıllı nə. Mənim Tedim ağıllıdır. Ama ancaq budur da. Deməmişəm sən. Ay qız yaxşı. Yaxşı da, bəsdir də. Elə zınqırovuna baxın. Deyir öpmə, necə öpməyim? Necə öpməyim? O nə deməkdir öpmə? Sən deyəcəksən öpmə, mən daha yiyəcəm onu. Biz eləmə, olmaz, sən olmaz, mən öpüm. Mən öpüm, sən yox. Başından öpürəm də. Necə öpməyəsən bunu? Pirsinglərimə baxın. Bu necə çıxardım sən? Deyən aşkım, görün mən bu zınqırovun nətər çıxarda bilirəm. Ölürəmi bunun üçün? Bunun üçün ölürəmi xalası? Nəyim deyə bu mənim ağıl. Bak. Bir damcı şey eləyirsən. Bir damcı əzizləyirsən, başlayır dilim çıxartmağa. Emil, bir də bunun duruşuna bak, qurban olum. Bir də buna bak, yenile, elini yiyim, bu. Eline bak. Ay, sen istəyir, araba sen istəyir. Zınqırovunu çıxardım. Biri yazıb ki, it iyilənirsən. İt birinci sənsən, iyilənən də sənsən. İtin daşı başı var. Bunun daşı sənin başına. Bildiyin az. Ürəyində mərhəmət olmayan mərhəmətsiz. Bunun qədər mərhəmətli, vicdanlı ol. Bunun qədər sevimli ol. Bunun dostunu dönüm. Buldu dönüp oldu. Bunun dostunu dönüm. Ay. Ekranı bağlı, ekranı bəyənəyə dostlar. Kim takip istəyə göndərməyibsə, takip istəyə də göndərsin. Çox sevirsiniz, ölürəm. Çox sevirsiniz, nədir mən bağlı? Yazıb, Aresdə sənin nənən idi. Aresdə bəli, mənim nənəm idi. Rəhmətlik. Ekranı bəyənək. Kim takip istəyə göndərmirsə, takip istəyə göndərək. Hə, çimizdirirəm, hələ sırağa gün Groomingdən gəlib. Məndən çox deyəm, Rasodur. Emili dindirməyin, bu dəqiq yarası açılar. Vallahi bəzi insanlardan it yaxşıdır, vallahi. İnanın ki, it iyi gəlmir itdən. Bundan bəlkə də təmiz insandan da təmizliyi gəlir. Başa düşdünüz nə demək istədiyimi?
Ay, sən bilsən nə deyirlər? Deyirlər bundan iti gəlir. Bunlar heç bilmirlər ki, sənin o fransız ki duxuların var ha, hardadır? Gedim qardırobundan o duxuları gətirim göstərim bunlara. Hə? Göstərim bunlara o duxuları. Sənə quban. Göstərim o duxularını, sən deyim, göstərim onlara baxımlarını, sən qulaq baxımını, göz baxımını, diş fırçavı, diş pastavı, patilərin üçün kremi, nəmləndirici burnun üçün Biri yazıb kremi. belə mərhəmətlisən, küçə itlərinə də kömək edir. Sən nə bilirsən mən kimə kömək eləyirəm? Gərək sən paylaşın. Reklam eləsin, sadəcə Hə, paylaşan kimi də göstərəcək ki, özünü reklam eləyir. Sən bilmə, Allah bilsin. Mən sənə görə mərhəmətli davranmıram ki, sən kimsən? Mən Allah qarşısında mərhəmətli davranıram. Düzdürmü Teydi? Nə danışır bunlar? Nə danışır bunlar? Ekranı dinə bəyənin. Ekranı bəyənin. Uçun yemaz. İtiqacı. Çox şirindir, hə, balımdır da, mənim enerji mənbəyimdir. Deməli dostlar, bunun burada bir dənə zınqurovu var. Bu zınqurov bizim həyatımıza oturub. İndi mən istəyirəm bu zınqurova bir əlac tapım. Zınqurovun rəngi gözəldir, boynundan çıxartmaq istəmirəm, çox gözəldir. İndi mən istəyirəm ki, bu zınqurovu... Onu benim bağlı. Hə, baş üstə, gözlərim üstə Məmmədov. Boş verin qızlar, hirslənməyin elə şeylərə, giclərə görə. Mən hirslənirəm. İtiniz heç evə qusub edib, evə deyəndə, qusub deyəndə, xəstə olanda bir dəfə olub, bəli. Hə, düzdür, siz göstərmirəm. Gözləyin, sevgilim, bunu aça bilərsən. İtin tərbiyəsi, inanın Allaha, bəzi burada yazıb, git yazanlar var ha, o itin tərbiyəsi bəlkə sənin tərbiyəndən yaxşıdır. Bəlkə sən ayaq yoluna gedəndə nəsə edirsən ora-bura, bu it gedir, dayanır qapının ağzında, deyir ki, qapını belə döyür ki, mənə ayaq yoluna apar. Yəni, onun ağlı bəlkə də sənin kimi kiçik ağıllardan, geri zekalılardan ağıllıdır. Onda olan ağıl, inanın ki, bəlkə sizin için əslimizdə yoxdur. Lazımdır. Belələri üçün lazım. İtimi 5 gündən bir çimizdirəm, iyi gəlir amma. İnanın ki, bax bu itdə elə şey olmur. Allah and olsun. Bu soxlarda olmur. Bəzi itlər var, şikslərdə falan olmur. Bu itlərdə olmur. Bax belə r altdan xət kimi itlərdə olur. Bax bu it z altdan xət r var ha. Bax o kimi itlərdə, küçüklərdə, bax belələrində olur. Amma bunda olmur dostlar. Bax bunun kimi bax itlərdə olur. 2 ildir şu bizləndir. Amma bir şeydən yaxşıdır. Bax, Vüsal 999. Bax, belə Vüsal kimilərdə olur. Bax, o kimi itlərdə olur. Bax, bir yazacaq, sonra bir hamısını deyəcəm, hansı itlərdə olur. Gözləyin. Ata bilmirəm, həyatım bunu. Təşəkkür edirəm, hədiyyəyə ehtiyac yoxdur. Ekranı bəyənin, takip istəyə göndərin. Biti falan olmur. Bir dəfə aparırdıq həyətdə otluqlar var idi. Otluqlardan, itlərdən nəsə belə düşmüşdü. Bir dənə 2 dənə. Onu da apardım, groomingdə təmizlədilər. Bəli, salyanlıyam. Ayxan oldu. Bəli. Ayxan oldu. Bəli, kəsərsən. Çox təşəkkür edirəm, çox sağ olun. Bəli, xalam oğludur. Oradan çələdi. Türkiyədə deyiləm, Bakıdayım. Pişiyim yoxdur, yox. Aça bilmədim bunu. Ver mən açım. Nə deyil, nə açım? Aç ki, içindən bu səsi getsin də. O dəmirdə yox, onu çalmazsın. Çal ver mənə. Uyur. Buyur. Sağlıqlar buradan neymişsən ki? İtin adı Teddy'dir. Allergiyası bəzən olur, o da nəyədir allergiyası? Toyuq ətinə, qaynadılmış toyuq ətinə. Mən də sizləri çox sevirəm, çox sağ olun. Evet, çıxartma olacaq. Всё, çıxartmazsın da. Asılcam öz oyunu. Qəşəng idi də, aşkım. Niyə çıxartdın ürəyim? Çox qəşəng idi axı. Nəyə qəşəng idi bu? Tualeti özü deyir.
Pudulda. Tuvaleti özü deyir ki, mama zəhmət olmasa qapını aç, çıxıram çölə. Çox təşəkkür edirəm. Dodağımda dolğu yoxdur, puduldur, bəli. Ekranı bəyənəyə zəhmət olmasa. Kim Biri takip yazısı istəyək? xanımızın birinin adı Məlahətdir. Bəli. Teşekkür ederim. Çok sağ olun. 2 yaşı var. Mənim isə 31. Burnum öz burnumdur. Özünü batırıraq qaydanda necə təmizləyirsiniz? Ay Allah, heç nə. Deyirəm ki, zəhmət olmasa tedi get yuyun gəl. Gedir duşu açır, qəşi çimir, köpüklənir, eləyir, belə əlin, ayağın zalın. Bomba kimi sonra gəlir. Gözəlliyimin sirli siz. Nəcəb makyajsızsınız? Mən çox vaxt makyajsız oluram. Suallara bax. Dəhşətli Allah. Bəli, 2 övladım var. Sizin evdə çörək qabı görmüşdüm yumru ağ rəngdə. Onu hardan almışsınız? Bunu? Sədər elə. Onu Gücbala ilə getdik tapmasa tərəfdən. Yadında bir dənə mağazadaydı. Bir dənə o həmin mağazandan sonra itirdi. Bahaydı deyə almadım. Sonra həmin mağazayı itirdim. Peşman oldum. Gördüm heç yerdə yoxdu ondan. 45 manat almışdım. Ekranı bəyənək dostlar. Doğrudan 45 manat almışdı. Çox baha olmuş o. Sən də bəsdir də həyatım. Sən də indiyə qalıb hələ bil şey eləməyin. Haqq hesab eləməyin. 45 manata almışdıq, sənə 25 manata demişdim. Bu qadınların devizidir sevgilim. Baha aldıqları şey hər zaman yoldaşlarına ucuz deyirlər. Çünki yoldaşları çox fikir edir baha alınan məhsula. Mən çörək yemirdim, bundan sonra onun içində qoyulan çörəkləri yiyərəm mən. 45 manat pul vermişəm ona. Çörəyə verməmsən, qabını vermirsən, qabını durub yiyəsən. İçində olan çörək də bahalı olacaq. Ay Allah, dəhşət. Çox sağ olun dostlar, belə şey yoxdur da. Allah, xalam oldu deyə dözürəm. Başqa sosa dözmərəm, yəni bu söz söhbətlərə. Xalam oğludur deyə yığ yola verirəm, gedir. Mən mamayı deyirəm. Niyə, nə deyəcəksən mama var? Mənə yola verir. Mama da deyəcək, nə yaxşı gəlin var. Nə yaxşı, mənim qaynanam deyəcək, nə yaxşı gəlin var. Öyrətdiyim kimi həmişə qaynanam mənə deyir ki, bala, o yoldaşlarınızı yola verin, getsin. Nə danışır, nə deyir, nə dillənir, yola verin, getsin. Karla kör olur. Karla kör olur. Mamama deyəcəksən. Bəli. Xalama deyirəm. Nə deyəcəksən xalaba? Mən sözümə qulaq asmır, mənə yola verir. Niyə? Hə? Yola verir. Necə qulaq asır yola verir? Dəhşətdir. Yola vermək lazım deyil. Dəhşətlisin. Bilsiniz nədir qızlar? Siz hələ bunu belə sakit zat görməyin ha. Dəhşətdir, dəhşət. Qırğın. Əziyyətdir, əziyyət. Çox xarakteri o deyil. Bir yazı bismillah qocalmışsınız. Sevgilim, qocalmışam mən. Allahımla deyil. Qocalmın özü də bir gözəl bir şey. Bəs niyə? Əlində kimsən sən Allah patnoşka verib sənə belə yıxıb, əlin zadın göyər. Ömrüm gedəcək öz axır çərşənbədə qaynanamın yanı deyər ki, arvadın eləyib. Yaxşı olmadı, o deyərəm beləcə. Mənim burada 3200 şahidim var. Dəhşət. Sən Allah'ını sürüyüblər sən həyatım otduğun üstündə. İndi qapıcı durmuşdun, yəni futbolda. Qapıcı, ay Allah, pandam qapıcı durub. Sən pandasan, sən qapıcı nədə dayanmışsan? Hə həyatım? 8 dənə qol bıraxmışam mən. Xəyanəti bağışlayarsınız. Yox, xəyanəti, mən bu yalanı bağışlamıram, xəyanəti bağışlayım. 8 dənə qol bıraxıb, dostlar bu. Ekranı bəyənin, yarım milyon eləyək. Eminim, mən sənlə maraqlıdır. Göydən topu tutanda belə özümü Ronaldo zat hiss elədin, həyatım. Özümü belə məşhur futbolcu hiss elədin, belə hoppananda yıxıldın, elə qolun o vəziyyətə düşür.
Mən qoçam, həyatı boyu bağışlamaram. Ne biri yazıblar, biri yazıb qarşı... Ne? Kimə gəldi o? Ay Allah, mənlisiz qadınlarsınız. Nə yazıblar? Ağzına gələn yazıb. Dinlə şu bağışdır, əngəllədim. Az git, əngəllədim sən. Görürsünüz. Ekranı bəyənə kim takip istəyə göndərmişsə, takip istəyə də göndərin dostlar. Yəqin qapı boş idi. Həyi 100% top sağdan gəlib bu solu hoppananda yıxılıb. Ay yox, futbolzaşda yox idi, futbol oynamırdılar. Bəs Nə qədəsin qaytarmır? Ay nə qədərsin qaytarıb 8 dənəsini getirtmisən? Oynamırdılar da bizim üçün. Nə qədərsin qaytarmasın, ən azı 28 dənə sən top getirtmişdin, hə? Keçən səfər biz utmuşduq. Mən inanıram ki, ştanga deyirlər də, o ştanga deyirlər, nə deyirlər ona? Ştangadır. Ştanga deyirlər də. Mən inanıram ki, o qaytarılmış toplar ştangaya dəyibsə, əllə qaytarmamısan. Sözümüz bir 3-4-ü dəyibdir. Yaxşı ki də uşağı aparmamısan özündən futbol. Uşağım travma yaşayardı yendə. Yendə suyu süzülə gələcəkdi. Bir yazıb aman dərdlər salla. Təşəkkür edirəm hədiyyə üçün. Çox sağ olun. Bəli, Salyanın özündənəm. Tağım Mirzəyə təşəkkür edirəm. Çox sağ olun, var olasınız. Ekranı bəyənək, kim takip istəyə göndərməyibsə, takip istəyə də göndərin, zəhmət olmasa. Anar Əmrah kimdir? Doktordur. Biri yazıb ki, Sizin mahanədə video çəkmişəm, amma paylaşmadınız storydə. Niyə paylaşmamışsın Camaltın videosunu? Çox yazıblar ya Allah. Səhvəm spam oldu dostlar, Qurana and olsun. Sizi o qədər sevirəm. Camal əziyyət çəkib, video çəkib, sən paylaşmışsın. Mən üz gözüm. Elə hörmətsizlik olar, bu nə deməkdir? Ay artist, sən nə artist uşaqsan hə? Ay Allah, mən nətər izləyicilərimlə xərçəng bürcüdür dostlar. Həyatınızda xərçəng bürcü kimsə varsa, çıxardın təcil olaraq. Nə olub ki, bunu xərçənglərə? Xərçənglərə nə olub? Səhər kimi üstə gəlir, arada gələndə vurur. Hamı üstümüzə gəlir. Bəli, sabah saat 12:00-da açılışdayam. İlk blogersiz ki, filtrsiz görən, bayaqdan gələn izləyicilərim şok yaşayırlar. Filtri xarab olub. Bu günləri gəlib ki, dostlar, mən sizlə üz göz eləmək görsünüz mənə deyir ki, filtridir, xarab olub. Yoxsa filtrlə deyir olardı. Yəni bilirsiniz də, onun dediyi hər şey əksdir. Özləm öz çıxa bilmir, onlara qadağa qoyublar, Türkiyədən çıxa bilmirlər. İnşallah gələrlər Allahın köməkliyi ilə. Heç həcə də gedə bilmədilər. Biri yazıb ki, xərçəng birini sevdisə, görən gözünə işıq vermir, sevmədiyin görməzdən gəlir. Mən qoçam. Xərçənglər super olur yoldaşım. Xərçənglərin nəyi superdir? Bəs dilin. Bəs dilini deyingən, hər şeyə danışan, hər şeyə qarışan, giyimə qarışan, nəfəs almağa icazə verməyən, yəni bildiniz də xərçənglər nətər olur, icazə vermir nəfəs alaq. Onlar kimi, xərçənglər kimi. Ben başa düşdüm, büzləri deyirsiniz ha. Bu Afrikada yaşayanlar var, olan büzləri necə düz gəlir? Orada kasıbları vardır. Biri deyir, məsələn, xərçəng bürcən, bu milyoner olacaq, buğa bürcən. Məsələn, Afrikada yaşayanlar hamı eyni səviyyədə yaşayır. Onlarda bürc yoxdur. Orada bürc yoxdur. Yo. Onlar başqa şeylə gedirlər, başqa evrənlə gedirlər, bəli. Oradan deyirsən. Bəli, düz deyirəm, sən bilmirsən. Egoist olurlar. Təzə bir dənə də söhbət çıxır, o bursu nə idi? Bürclərdən. Narsist. Yox, narsist, o da təzə söhbət, onu da ölçün. Xoşun gəldi deyəsən, narsist. Yox, o bürclərdən sonra biri də vardı. Nəm ikisinin ortasına düşürsən, bu bürcdən o bürcün ortasına düşmə də var idi bir dənə. Yüksələn. Məvin maladır, əyindirən deyirsən. Xərçənglər bir superdir. Biraz nədir, çərlədirik, amma super. Yaxşı, çərlədirsiniz, yox, ömrümüzə oturursunuz, çərlədirsiniz. Gürcüstana salamlar. Əkizlər, Allah iraq eləsin, əkizlər olsaydı, bizim ailə həyatı ilə 2 ildən sonra sonlanmışlar. 2 il Allah uzaydı. Arısı aşağı Kürkəncədəndir də, onlar elə gedir. O tay Qaraqaşdandılar deyəsən. Var bu tay Qaraqaşı, var o. Mənim nənəm Aresdə. Bizim nənəmiz olurdu. Sən nənən nə olur ki? Mənim nənəm Aresdədir o. Mənim nənəm Aresdə Qaraqaşlıdan idi, Kür Qaraqaşlıdan.
Emilia Dolçadır. Ekranı bəyənin. Sonra elə belə Sabah saat 12-də dostlar açılışda olacam. Nərimanovda Metro Parkla üzbəyüz. Adı nə idi Ayxan? Tezmədinən. Yaxşı olasan baxa, sən necəsən? Ekranı bəyənək dostlar, zəhmət olmasa. Sabah saat 12-də açılışdayam. Gəlin, xahiş edirəm, bir yerdə çəkiliş eləyək. Sabah canlıda açacağam. Gəlin, bir yerdə açaq. İsra, bəli, İsrada olacam. Bəli, İsrada olacam. Nənəm Kürqaraqaşdan da yoxmuş Həkimov stansiyada. Uşaqlar yatıb. Niyə quşqurursan? Futbolda deyirsə enerji yığıb gəlmisən qəşəng. Bilmirəm futboldan gəlmisən, hardan gəlmisən, amma çox qəşəng enerji ilə gəlmisən. Söhbətə fırlatmayı, qolun zadını göyərib gəlmisən. Başa düşmədim. Futbolda hardan gəlmisən? Futbolda gəlmişim, o zaman açmışam. Özə futbola getdin, 1 saat sənə zəng çatmır. Sən futbolda 1 saat nətər sənə zəng çatmır? Zəng çatmır, bezdufuğa qoyuram. Niyə? Deyiləm də, artıq adından. Nə? Danışır. Göyərdi biliblər qolunu gəlib üstümə. Ayxan, o nədir? O kimsə hələ bir nəsə elib göyərib, yox? Qızarıb mı, görünə? Birinci reis oynanmışsan normalde kimsə patkatsal verib qapıya salıblar sən sonra. Yox, elə əvvəldən qapıda. Ayxan, doğrudan nədir o Ayxan? 1 saat üstə bu adama mən zəng eləmişəm, zəng çatmayıb Ayxan. Nə məsələdir? Hə? Qızma çölə çıxa bilirəm, hamı tanıyır mənim, nə qara bilirəm, bilməm. Başımı aşağı salıb futbola Tanımasalar. Tanımasalar, boşu tanımasalar. Tanımasalar cəhələ. Ayxan, nətər? Tanıyırlar məni? Nəsə var dostlar, düz demirəm. Bu nə danışır? Ayalı yerimdə şey, özləmgilə getmirsiniz dostlar. Hal-hazırda atamın durumu ilə olaraq heç yerə getmirəm. Biraz papam sağa sözlə gəlsin. O, bu burada yazır, o bu arvadın yanına keçir. Quşdadır, düz deyirik ha, quşdadır. Tural yazıb, Lazirolluq Tural. Kimdir o yazıb elə? Oğlan yazıb ki, quşdadır. Yox, kuş bıraxmırıq, bir söz deyir. Deyir ki, telefonuna baxırsınız. Telefonuna baxıram sən heç. Ayala canlı yayımından 4 dəqiqəli şey gəldi. Gözdə bir də bunu da oxudum, həbsi yox. Bir də mən şey verərsiz də Ayxan. Powerbankdan... Biri yazıb Yasamal'daydı baya. Yasamal'daydı baya. Nə? Biri yazıb Yasamal'daydı. Dostlar... Elimlərdə olarım, Yasamal'da olmaram. Dostlar, ekranı bəyənin görüm. Dostlar, mənim yoldaşımı görüb eləsəz, yazmayın. Şakilin çəkib atın mənə. Xahiş edirəm sizdən. Bəli, mənim qızlarım candılar. Ayxan, otağımdan bir dənə şey ver, telefon tutaraq görsənir. Nətər atacaqlar, sən neyləsən, sən hər atdamıqla mənim izləyicilərim atırlar. Yəni, mən sən şübhələnmək kimi bir durumum yoxdur. Necə yəni? Ay deyirlər ona, nə deyirlər? Yapay zəka. Mən sizin qonşunuzum, çox sağ ol. Blok yoxum.